Onu gördüyünüz bu fonu deməli 2 dizel mühərrikdir. Avtomobilin bütün kollektor sistemi, bütün sistem paket şəkildə yuyuldu. Saj filtrlə, katalizator daxil olmaq üzrə bütün sistemi yuduq və bundan əlavə olaraq bu avtomobildə deməli motor paduşkaları da dəyişiləcək inşallah, yenisi əvəz olunacaq. Bundan əlavə olaraq qardaş dedi ki, elə öz doğma qardaşımla avtomobili göndərirəm bura. Onun da problemlərinə baxın, nəyə varsa həll olunsun. Onları da yoxladıq. Onda da bütün problemləri inşallah həll edəcəyik. Yaxınlaşdırım bura. Deməli həmin qardaşın deməli qardaşının avtomobili, doğma qardaşının avtomobili 118 nömrə bunda da 119 ondadır. Bir dənə də burada F30'umuz var. Bu avtomobildə bizə alqı-satqı yoxlanışı üçün gəlib. O da 2018 F30'dur, dizel mühərrikdir, yeni modellərdəndir və cəmi 73 min kilometrdədir. Nəsə mənə də çox maraqlı gəlir, yoxlayacağım inşallah. Onda da alqı-satqı yoxlanışı olacaq. Burada da bir dənə rayondan gələn F30'umuz var, digər sexdədir. Onu da problemini aradan qaldırmışıq. Demək olar ki 90% gedib 10% qalıb. Onu da inşallah aradan qaldırıb müştəri təhvil verəcəyik. Əziz izləyicilər, kimi ki avtomobilində problem var, bizim servisə seçib yaxınlaşa bilərlər. Burada görülən bütün işlərə zəmanət verilir və avtomobil problemli formada gəlir və üstümüzü götürürsə, öhdəliyimizə götürürsə ki, biz bunu düzəldəcəyik, düzəldirik və problemsiz formada da yola salırıq. Nömrəmiz isə profildə qeyd olunub. Təşəkkürlər.